Bismillah və salatu və selamu alə Rasulillah, əmmə ba'd. Bu dünyada yaşadıqca həmişə insanlar arasında bir-birinə təhni etmək, bir-birinə eyblərini açmaq, bir-birini nifrət etmək, yəni belə şeylər həmişə olubdur. Və bu həmişə də olacaqdır. Yəni insanlar, heç kəs ola bilməz ki, bir nəfər hamısı sevsin. Hətta məsələn, görürsən ki, Allah Taala'nın sevdiyi, seçdiyi, göndərdiyi peyğəmbərləri belə ona itaat edənlər də olub, onun ardınca gedənlər də olub, nifrət edənlər də olub, qarşı gələnlər də olub. Və heç bir insan yəni, tam sevimli ola bilməz. Mütləq şəkildə ona müxaliflər də olmalıdır, düşmənlər də olmalıdır. Və bu, yəni bu dünyada həmişə gedir. Ona görə də İbn Hazm rahmetullah aleyh deyir ki, "Mən qadara ennehu yeslamu min ta'nin nasi və aybihim fehuve mecnunun." Bir insan fikirləşsə ki, insanların ona qarşı olan qarayaxmaları, ona qarşı olma məsələn, yəni nifrətimi, ona qarşı olan tənələrimi, yəni olmayacaqsa o deyir dəlidir. Yəni ki, mümkün deyil ki, hamısı onu sevsin, hamısı onu tərifləsin. Və bu, ona görə də həmişə səbirli olmaq lazımdır. Ümumiyyətlə birinci çalışmaq lazım ki, sən heç kəsə heç nə deməyəsən. Yəni, hər kəsən özünü qoruyub saxlamalı, dilini qoruyub saxlamalıdır. Rasulullah sallallahu aleyhi və səlləm buyurur ki, mömin o kəs deyil ki, ona verən əziyyətlərə görə insanlar arasını tərk eləsin, çıxsın, getsin. Mömin o kəs ki, ona əziyyət verirlər və o neyini səbr eləyir və onlarla bir yerdə yaşayır. Ona görə də bu təhni etmək və onu qarşı olmaq, yəni ona qarşı tədbir görmək. Yəni belə insanlar olub həmişə və olacaq da tarix boyu və həmişə də olacaq. Çünki bu insanlar arasında belədir. Yəni fikirlər eyni deyil, qəlblər eyni deyil, başa düşmək eyni deyil. Yəni ona görə də belə şeylər olur və birinci insan özü qoruyub saxlamalıdır. Dilin, başqaların və ikinci başqaları da bilməlidir ki, yəni ona qarşı belə şeylər olacaq, iftiralar və yalanlar, böhtanlar, yəni belə şeylər olur və ona görə də çalışmaq lazımdır ki, birinci özü qoruyub saxlayasan və həmçində yəni başqaları bunu eləyərlərsə səbirlə yanaşasan. Yəni buna böyük səbir lazımdır. Və Rasulullah sallallahu aleyhi və səlləm də bu hədis şərifində də buyurdu ki, yəni o kəs yəni mömindir ki, yəni iman, kamil iman sahibidir. Savab sahibi odur ki, insanlar arasında yaşayır və ona etdikləri tənələri, iftiralara neyini səbr eləyir və onlarla bir yerdə yaşayır, tərk eləmir. Çünki bu olan şeydir. Ona görə də böyük alimimiz İbn Hazm rahmetullah aleyh deyir, kim bunlardan fikirləşsə ki, yəni bunlar olmayacaq, ona iftira atmayacaqlar, ona tənə etməyəcəklər, ona evlərini deməyəcəklər, yəni o axmaqdır, yəni ki, dəlidir o. Yəni ola bilməz belə bir şey, mümkün deyil. Yəni insanlar varsa, bu belə şeylər də insanlar arasında. Çünki bu dünyada insanların qəlbində kin, qəzəb, nifrət, belə şeylər var. Onlar cənnətə girəndə həmin şeylərdən Allah Subhanahu taala insanların qəlbindən çıxardacaq və onları təmizləyəcəkdir. Heç kəsə qarşı heç bir kin, heç bir küdurət, nifrət, belə şeylər olmayacaq. Və ona görə də biz də çalışmalıyıq ki, heç kəsi tən etməyək, heç kəsə iftira atmayaq, heç kəsə qarşı şər böhtan atmayaq və sonra özümüz də kimsə nəsə desə də səbirlə yanaşmalıyıq, hikmətlə yanaşmalıyıq və çalışmalıyıq ki, yəni biz də insanlar arasında yaşamalıyıq. Qaçıb getməklə, qırağa çəkilməklə də olmur. Və bacardıqca nəsihət eləmək və başa salmaq bu cür demək lazımdır. Allah Subhanahu taala'dan istəyirəm ki, Allah Taala bizi bağışlasın, Allah bizə rəhm eləsin, Allah qəlblərimizi açsın, Allah eyblərimizi gizlətsin, Allah Taala islah eləsin hamımızı. Və Allah qohum-əqrəbəmizə, cəmaatımıza, xalqımıza hidayət versin, doğru yola yönətsin. Allah bizi şərdən, fitnədən qorusun. Allah müsəlmanlara kömək olsun. Allah əsgərlərimizi, hərbiçilərimizi, ölkəmizi qoruyanları qorusun. Allah ölkə başımızı qorusun, onu xeyir zərd etsin. Allah Taala müsəlmanları izzətləndirsin və düşmənlərimizi məhv eləsin, fitnələrin öz başlarında çatlatsın. Subhanakallahumma bihamdik, nəşhədən la ilahə illə əntə nəstəğfiruka və nətubu ileyk.